Yeni bürcülər 26 maydan 2 iyuna doğru dolça əkizlər tərəzi bürcülərini bu həftə nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar bu həftə o qədər çaba göstərəcəksiniz. Tamamlanmalıyam, aktivləşməliyəm, yeni bir etapa doğru güclənməliyəm deyə. Əslində dolçaların bu həftə şansları çoxdur. Həm maddisal baxımdan, həm özünüzü maddisal olaraq qabağa çəkməyə baxımızdan bu həftə şansınız həddən artıq çoxdur. Sadəcə bu həftə belə deyim də yeniliklər axtarışında olacaqsınız. Yeni bir başlanğıc, yeni bir tanışlıq, yeni bir insanlar, özünüzü yeniliyə doğru cəzb etmələr barəsində tam istəyəcəksiniz ki, özünüzü aktivləşdirəsiniz. Amma bu istədiyiniz nəticəni əldə edə bilməyəcəksiniz. Dolçalar bu həftə dövlətlə, sənədlə, pulla, rəsmiyyətlə əlaqədar nə problemləriniz varsa, onları sürətləndirməyə dəyməz. Çünki əldə edə bilmədiyiniz bir vəziyyətə görə daha da qıcıqlanacaqsınız, daha da boşluqda qalacaqsınız. Daxili təklifinizdən çıxa bilməyəcəksiniz. Şans olaraq, uğur olaraq özünüzü geridə saxlamış bir nüanslarınız olacaq. Pis həftə deyil. Çünki belə deyim də hər şeyi məntiqən, ədalətlə əldə etməyə çalışacaqsınız və daxili təkliyində olan vəziyyət və sizin aktivləşməyinizi, sizin güclənməyinizi, sizi yeni bir etapa doğru çevirməkdə problem yaradacağını özünüz də daxilən görəcəksiniz. Bir balaca özünüzlə daxildə qalmağınız sizin hansısa bir məqamda belə deyim də bütövlükdə özünüzü istədiyiniz kimi gücləndirməyinizə, şansınıza, hər şeyi analiz etməyinizə mane ola bilər. Ailə şəxsiyyətlə bağlı çalışacaqsınız ki, bu həftə baş-başa biləsiniz. Kimlərlə oturub danışmaq, onlarla ünsiyyət qurub daşları üst-üstə qoymaq, belə deyim də birlikdəlik işə tamamlanmış işə cəhd etməyə başlayacaqsınız. Pis həftə deyil. Həftəviz uğurlu edə bilsəz 78%-ə qədər həftəviz uğurlu ola bilərəm. Həftənin sonlarına doğru dolçalar daha çox küskünlüyümüz olacaq. Geridə qalacaqsınız. Sanki bir küncdə qalıb hər şey analiz etmək, hər şey yenilənməyə doğru çəkmək istəyəcəksiniz və bu da hansısa bir məqamda belə deyim də sizin biraz da enerjinizin salınmasına səbəb ola bilər. Buna icazə verməyin. Əkizlərə gələndə əkizlər bu həftə qəfəsdən çıxacaqsınız sanki. Keçən həftədən o birisi həftəyə doğru bir balaca əli qolu bağlı vəziyyətiniz, depressiyamız olacaq. Bu həftə sürətinizi toplayacaqsınız. Birdən-birə sürətlənmiş bir vəziyyətə keçəcəksiniz. Sanki tez-tez alışıb yanmaq, sönmək istəyirsiniz. Amma bu həftə maddisal mübadiləyə fikir verin. Çünki bu həftə maddiyyatla əlaqədar kiməsə verirsə və yaxud da ödəmələriniz varsa və yaxud da pulla, maddiyyatla əlaqədar mübadilə, yenilənmə etmək istəyirsə, onun zamanı deyil. Çünki bu həftə etdiyiniz hər bir hərəkət sizi sıxacaq, soyuqluqda saxlayacaq. Sizin elə bir maddisal probleminizi 5 maddisal problemə çevirəcək və öz aktivliyinizi tam istədiyiniz formada vura bilməyəcəksiniz. Get-gəl enerjisində qalacaqsınız, beyin olaraq, məntiq olaraq heç nəyə tam istədiyiniz kimi gücləndirə bilməyəcəksiniz. Belə deyim, ən çox maddiyyatla bağlı, işlə bağlı, özünüzü aktivləşdirməklə bağlı tez ümidsizləşəcəksiniz. Hər şeyə qarşı tez küskünlüyünüz olacaq. Amma məntiqiniz işə sala bilsə sərt addımlarla, sərt hərəkətlərlə tez bir zamana doğru dövlətlə, belə deyim də və yaxud da dövlət strukturunda işləyən insanlar varsa, vəzifə və yenilənməyə 9 həftə çərçivəsində aktivləşdirə bilərsiniz özünüzü. Sağlamlıqla bağlı narahatçılıqlarınız olacaq. Məntiqlə yarımçıq vəziyyətdə hər şey yanaşacaqsınız. Bunları biraz düzəltmək lazımdır. Ən çox da sağlamlıqla bağlı nəfəs sistemimizdən baş sistemimizdə bəzi nüanslarda problem ola bilər ki, bunu özümüz də bilmədən belə deyim, ürək bulantılarımız belə aktivləşə bilər. Mədə-bağırsaq sistemimizdə güclənmə ola bilər. Şəxsi həyata çox yönəlməyəcəksiniz bu həftə, çünki elə bir küskünləşəcəksiniz, yaddan çıxacaqsınız əkizlər. Amma ümumi həftəni dəyərləndirsəz 67%-ə qədər uğurlu edə bilərsiniz. Tərəzilərə gələndə tərəzilər bu həftənin ortalarına doğru, 3-cü, 4-cü günə doğru bir balaca xoşa gəlməsi xəbər alacaqsınız ki, o xəbər sizin bütün enerjinizi salacaq. Əslində işləmək, yeni şanslar, özünüzü göstərmək, yer dəyişmələr, yarımçıq qalmış qapıları bağlamalar, yarımçıq qalmış münasibətlərə doğru aktivləşmələr, yeni bir münasibət başlanğıcı edə bilərsiniz, yeni bir insanlar, daha bu həftə ola bilər ki, bir insan ola başqa bir insanın enerjisinə doğru keçməyiniz də özünüzü də aktivləşdirə bilərsiniz. Düzdür, bu uğurlu bir zaman deyil. Amma buna baxmayaraq bu həftə ortalarında alacağınız xəbər sizi bir küskünləşdirəcək, sizi hər şeyin zamanı tərsinə çevirəcək. Yəni enerjinizi zəiflətmiş bir vəziyyətdə olacaq. Yer dəyişmə etmək istəyirsə, şəhər olaraq, rayon olaraq, iş olaraq, ev olaraq bu həftə uğurlu bir məqamdır. Bu həftə onun planını qurursunuz, gələn həftələrə doğru özünüzü tam aktivləşmiş bir vəziyyətdə gücləndirə bilərsiniz. Sadəcə narahat edici bir məqam bu öz sağlığınızla əlaqədar ola bilər və yaxud da ətrafınızda sizə yaxın olan insanlar kimdirsə onların sağlamlığından, onların özü ilə bağlanacağınız problemlər sizin enerjinizi zamana doğru zəiflətmiş bir vəziyyətdə olacaq. Ümumi dəyərləndirsək 74%-ə qədər uğurlu edə bilərsiniz. Çünki bu həftə işləmək istəyiniz, öz üzərinizdə imtahan olaraq güncəlli olmaq, özünüzü aktivləşdirmə olaraq, önə çəkmə olaraq sevdavınız, belə deyim də təsir gücünüz normadan çox olacaq. Bundan istifadə edin ki, özünüzü maddisal olaraq mühürünüzü vurmağa tərəzilər kömək olsun sizə.